Kərim, biz valideynlərə halallıq vermək məcburiyyətindəyik. Çünki onlar bizi gətirib. Çünki sən belə vəsiyyətini edəndə anavın qəbrinin üstündə gedib eləmişdin də, yoxsa qardaşımın? Hansı vəsiyyətini? Ki, mənim bundan dünyamı köçsəm nəsə olsa belə bir xəbərlər yayılmışdı da, danışmışdın o vəsiyyətdən, düzdürmü? Sən kimin qəbrinin üstündə o vəsiyyət eləmişdin gedəndə? Hələ ailəmin. Ailəvin qəbrinin üstündə vəsiyyət eləmişdin. Deməli, sən ən çox orada kimə ithaf edərək orada danışdın ki, mama mən bunu eləyim. Mama etdin, yoxsa ən çox anadır da bizə vacibdir, yoxsa qardaş? Mənim üçün ana da vacibdir, ata da vacibdir, qardaş da vacibdir, hamısı vacibdir. Amma atam mənim üçün daha bir addım öndədir. Ona görə ki, atamın haqqı, əziyyəti, atamın çox da əziyyətli. Təbii ki, anamın da əziyyəti çoxdur. Amma mən daha... Amma sən qayğı görməmisən dün anamdan. Başqalardan daha qayğı gördün nəinki anamdan. Qayğı bilsiz nə? O vaxtın insanları biraz uşaqlarına qarşı daha belə quru olublar, sevgi bildirə bilməyiblər. Ayrıca onu biliblər ki, basıb döyüsünlər. Ağzımızı açıb basıb döyürdülər. Pləkandan yıxıldırdıq 10 pləkandan. O yıxılmağımızın ağrısı qalırdı bir yandan. Bir de gördüm palas çırpanla gəlib səni çırpın. Yox, açıqlamanda belə bir söz var ki, deyirsən ki, mən anamdan heç vaxt qucaq sevgi görmədim, başqalarında axtardım. Ona görə də bu yöndən bədbəxtəm. Bu tərəfdən və bu sevgini başqa analarda indi görürəm toylarda, daha xoşbəxt oluram. Siz, yəni deyirəm, o vaxtki insanlarda, o vaxtki düşüncədə, o vaxt dünyaya gələn insanlar biraz sevgi verməyiblər, ancaq əsəblə, bəlkə özləri də bəlkə hələ vəziyyətdə dünyaya gəliblər ki, əsəb görüblər, çox çətinlik görüblər deyənə o sevgini bizə çatdırıb verməyiblər. Bəli, mən də anamdan o sevgini, qucağı, baş sığalı görməmişəm. O yöndənmi bədbəxtsən, amma belə xoşbəxtsən atam? Təbii ki, xoşbəxtəm. Amma o qucaq ki, gəl mama qurban, oturaq bir söhbət eləyək, gəl narahat olma, başımı bir sığallasın, öpsün, mama yanındadır, narahat olma, hər şey əla olacaq. Bu təsəlli baxımından. Deyirəm ki, onu biz görmədik. Ona görə bugün Kərim toylarda gördüyü o ağ bir şey anaların əlindən öpür, gedir onu yəni o ağ bir şeylərin o mənə qarşı, anaların mənə qarşı o sevgisini görəndə, o gün bir məclisdə idim, bir müəllimə idi, Nurani də bir müəllimə idi, götürdü mikrofonu, dedi ki, mən eşidəndə ki, bu məclisi sən aparırsan, mən dedim ki, bu məclis o məclis olmayacaq, bu məclis tam başqa bir məclis olacaq, icazə ver səni öpüm. O məni necə içdən, ürəklə necə məni qucaqladı, öpdüsə, inan ki, o auranı hiss edirsən, o sevgini hiss edirsən, o öpülürsən, o öpdəki o sevgini də hiss edirsən ki, o səni hansı sevgi ilə öpür, hansı duyğu ilə öpür. Bax, o tərəfindən biraz biz kasad olduq, bədbəxt olduq. Bizim nəsil, 80, 75 nəsil, 85 nəsil, bunlar biz ana sevgisi görmədilər. Necə? Yəni, o sevgini ki, qurban olun, baş və indi necə ki biz göstəririk evladımıza, məsələn, papa qurban olsun sənə, mənim atam indiyəcə mənə məsələn, sənə qurban olun kəlməsi deməyib. Amma mən məsələn üçün evladımı gündə 100 dəfə də görürüm, deyirəm, papa sənə qurban olsun, ölüm ayağının altında, mən bu kəlməni deyirəm. Məsələn, mənim atamın sözü mənə deməyib, anam o sözü mənə deməyib, hətta mən o kəlməni işlədəndə anam ağzımdan vurub mənim. Ki, bir də kəlməni ağzıma alma görə. Çünki bəlkə sənin ananın daha pedaqoji, daha o Sovetlər Birliyinin bir dərsi vardı, oxumalısan, savad almalısan, mütləqdir, qurban olun biraz, qurban olunla iş keçməz, o vaxt axı rüşvət də yox idi. İndi misal üçün rüşvət var da, həkimə də gedirsən, bəzi həkimlər səni yoxlamadan deyirsən, sən Allah 5 manat basım cibivə, bir dənə sağlamlıq haqqında arayış ver. Allah ilə nəvzə rəhmət eləsin, elə bir həyətdə yaşayırdıq, orada bibim də yaşayırdı. Məsələn, mən bibimin öz 2 evladına olan sevgisi üçün qibtə eləyirdim. Necə öz iki evladına sevgi göstərdi. Mama qurban olsun, gəl otur çörək ye, məsələn bunu ye, onu gəl, başına sığal çəkirdi. Mən onu görmədim. Demirəm, mənim gözəl anam var idi, pişirirdi, düşürürdü, hər şey eləyirdi, yuyurdu, yığışdırırdı. Təhsilimizlə, hər bir şey, özü də müəllimə idi. Amma o bir dənə də sevgi var da, o məsələn, ana sevgisi, sığal, başına dönüm, qurban olum, narahat olma, anan ölməyib, yanındadır. Əminəm, o Kərimin dediyi